Şəbnəm Tovuzlunun özünə rəqib saydığı sənət dostları varmı? Kimləri rəqib sayır? Və bilirsiniz ki, rəqabət əslində inkişafa aparır, sağlam rəqabət. Rəqabət olmayan yerdə mən həmişə demişəm ki, orada inkişafdan söz gedə bilməz. Əgər rəqabət yoxdursa, yerində sayacaqsan. Kimlərlə rəqabət aparır Şəbnəm Tovuzlu? Yoxsa rəqibsiz olduğunu düşünür? Yox, rəqibsiz insan yoxdur. Amma bugün məni özlərinə rəqib görənlər var və məndən çox şeyləri götürənlər var. Kimlərdir? Mənə maraqlıdır. Yox ki, ad çəkməyin, nə olar? Çoxdular. Yeni gələ, o qədər, məsəl üçün, son 3-4-5 ildə çıxan ifaçılarımız var ki, əslində mən deyirəm ki, yaxşı şey götürsünlər, qoy yaxşı olsunlar. Amma mən bugün özümə rəqib Sizdən yaxşı nə götürüblər mənə maraqlıdır? Məndən yaxşı nə götürə bilərlər? Yaxşı nələri götürüblər? Bəli, məndən yaxşı nə götürə bilərlər? Səhnə mədəniyyəti. Bir dəfə də olsun səhnədə səsimin tonunu qaldırmadım. Bir dəfə də olsun illər boyu tamaşaçıya hörmətsiz bir davranışım olmadı. Bu şeyləri götürsünlər və mahnılarda, yəni el şənliklərində hərəkətlərini, davranışlarını bilsinlər. Ən əsası geyimlərinə fikir versinlər. Xanım həmişə geyimi ilə göz önündə olur və davranışı ilə. Bunu demək istəyirəm. Mən bu barədə özümə çox haqq qazandırıram. Niyə ki, deyir, elin gözü tərəzdir, başqa heç nə demirəm.